Kur'an'ın nazil olmasında sebep nedir? Tövhid, insanların Allah'a ibadet etmesi, ona hiçbir şeyi şərik qoşmaması. Uca Allah Kur'an-ı Kerimdə buyurur ki, o kitap ki, hikmətli və hər şeydən xəbərdar olan tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra müfəssəl olan bir kitabdır. Allah'tan başqasına ibadet etməyin, həqiqətən mən Allah tərəfindən sizə qorxudan və müjdələyənəm. Bu ayə bizə Allah'ın Kur'an'ı nazil etməsində olan hikməti göstərir. Allah Kur'an'ı ne üçün yaradıb? Allah'tan başqasına ibadət etməyin. Deməli, Kur'an'ın göndərilməsində məqsəd hələ insanları Allah'a ibadətə çağırmaq, ondan şirkdən çəkindirmək, yəni tək Allahlığa, tövhidə çağırmaqdır. Və bu ayədə olan ayələri mükəmməlləşdirilmiş, sonra müfəssəl olmuş kəlməsinə gəldikdə isə, orada nə bir batil bir söz var, nə bir ziddiyyət var, nə də bir xələl var. Müfəssəl odur ki, yəni bir-birindən seçilən ayələrdir. Orada halalla haram bəyan olunan, əmr qadağa olunan, mükafat və cəza olan ayələrdir. Allah Subhanahu taala bu Kur'an'ı tövhidin insanlara vacib olması üçün göndərib.